Biz müqəddəs kitabı öyrənəndə və iman gətirəndə hansısa teoloji nəzəriyyə və ya sistem öyrənməyə çalışmırıq. Biz qurtuluş haqqında düzgün bir anlayış əldə etməyə çalışmırıqmı? Atanın dövründə Tanrı Yehova adından, oğlun dövründə isə İsa adı ilə istifadə etdi. Müqəddəs ruhun dövründə o, bu dünyaya yeni adla Məsih Ahn-Sahn-Kong adı ilə gəldi. O, nəyi təsis etməlidir? Onun Siyonu bərpa edəcəyi peyğəmbərlik edilir. Bu, yerinə yetirilməlidir. Tanrının Siyonu quracağı yazıldığından Siyon mütləq qurulacaqdır. Gəlin Mikeya kitabının 4-cü fəslinin 1-ci ayəsinə müraciət edərək Siyonun qurulması ilə bağlı peyğəmbərliyi araşdıraq. Axır zamanda Rəbbin evi olan dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Xalqlar ona sarı gələcək. Axır günlərdə insanların axın edəcəyi bir yer olacaq. 2 ayə. Çox millətlər gəlib deyəcək, gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə öz yollarını öyrətsin. Bu nə vaxt baş verəcək? Axır günlərdə. Kim gəlib bizə dərs verəcək? Tanrı verəcək. Hansı dağda? Qoy Rəbb bizə öz yollarını öyrətsin, biz onun izləri ilə gedək. Siyondan Rəbbin təlimi, Yerusəlimdən onun kəlamı yayılacaq. Yazılmışdır ki, axır günlərdə Tanrı bizə öz qanununu Rəbbin dağında, yəni Siyonda öyrədəcək. Siyon bayramlar vasitəsilə təsis edilən mənəvi bir yerdir. Bəs Tanrının bayramlarını hansı kilsə təqvim edir? Əvvəlcə bu məsələni doğruldamalıyıq. Hansı kilsə 7 bayramı 3 dəfəyə və həftəlik şənbə bayramını saxlayır? Bu, Tanrı kilsəsi dünya missiyası cəmiyyətidir. Dünyada çox saylı yalançı məsihlər və yalançı peyğəmbərlər peyda olur, lakin Tanrının müqəddəs kitabda peyğəmbərlik etdiyi heç bir şey puça çıxmır. Şənbə günü və Pasxa bayramı ilə Siyonu təsis edən varmı? Əgər o, Tanrıdırsa, nə etməlidir? O, Siyonu təsis etməlidir. Siyonu təsis edən Tanrıdır. Siyonu təsis etmək üçün o, yeni əhdin bayramının həqiqətini gətirməli deyilmi? Həmçinin o, nə vaxt görünməlidir? O, axır günlərdə görünəcək. Matta kitabının 24-cü fəslindəki peyğəmbərliyi tədqiq edərkən, əncir ağacı məsəli bizə kimin gəlişini öyrədir? İsa dedi, bilin ki, o yaxındır, qapıdadır. 1948-ci ildə müjdənin qapısı açılacaq və o zaman peyğəmbərliyə görə ikinci dəfə gələcək olan Məsih 30 yaşına çatmalıdır. Bunun üçün o, bu dünyaya nə vaxt gəlməlidir? Əgər o, 1948-ci ildə 30 yaşına çatacaqsa, 1918-ci ildə anadan olmalıdır. Bütün bu peyğəmbərlikləri diqqətlə bir-bir araşdırmalıyıq. Bizə yeni əhdin Pasxa həqiqətini öyrədən kimdir? Şənbə günü və 7 bayramın həqiqətini 3 dəfəyə bərpa edən kimdir? Bütün bunları peyğəmbərliklər vasitəsilə doğruldamalıyıq. Bütün bu peyğəmbərlikləri kim tam yerinə yetirdi? Siyonu təsis edən Tanrı Ahn-Sahn-Kongdur.